Herkese salam, kanalıma ve videoma her biriniz hoş gelmişsiniz. Səhər yeməyim bu şəkildədir. Yeyib tez qaçıram işə. Tətilə getməmişdən öncə istədim ki, evi tam dərindən təmizləyim. Həm süpürdüm, həm tozlar aldım, həm də sildim. Polları da qəşəng sildim. Gəvəzsiz ev dəhşət sevirəm və ev silərkən çox xoşuma gəlir. Çünki rahat bilirsən ki, artıq dümdüz yer silirsən. Yəni mənim çox xoşuma gəlir gəvəzsiz evi silmək. Bu arada bu iki ayrılmış rəng. Bu xalçanın, bax bu hissə xalçanın altında qalan hissədir. Bu isə istifadədə olan hissədir. Ona görə rəng dəyişimi belə olur. Yəni havasızlaşdığı üçün gəvənin altı. Ona görə də belə rəng dəyişimi alınır. Hər yerin tozlarını aldım, sildim, süpürdüm. İndi sıra keçdim mətbəxə. Mətbəxin bu kafel hissəsində bəzi ləkələr gözümə çarpır. Onları silib təmizləyəcəm. Bu mebellərin üzünü siləcəm. Təmizləsinə sadəcə olaraq oralarda biraz qaza yaxın olan hissələrdə yağ ləkələri görsənir. Onları silib təmizləyəcəm. Vaxtım qalarsa, əgər qonaqlarım tez gəlməsə, çöldəki aynaların qabağında bir-iki dənə hörümçək torları gördüm. Onları təmizləyib siləcəm. Elə yeni evin təmizliyinə başlayırdım ki, xəbərim oldu. Qonaqlarım gələcək, xoş gəlirlər. Hər zaman qonaq gəlsin evimizə. Mən həm qonaq getməyi, həm də qonaq qarşılamağı hədsiz çox sevirəm. Siz eləmisiniz, bilmirəm, amma mən dəhşət sevirəm. Mənim əlacımda olsa az qala bütün evi paraşoklu su ilə təmizləyib yuyardım. Bunu mən oğlum Banisadan çıxanda Trendyoldan sifariş olmuşdum. Özü belə gəlmişdi. Yəni dəhşət pis qoxusu var idi. Bunu lazer kəsimlə edirlər və quş imkan versə mən danışacağam. Lazer kəsimlə kəsdikləri üçün buraları yanmışdı deyə çox pis qoxu verirdi. Amma yenə də gözəl idi. Qonaqlarım da çox bəyənmişdi. Bu idi. Bir də yanında belə qəşəng şokolad var idi, yumru. Çox qəşəng idi. Biz suyu belə filtrə tökürük. Bunun içində daşlar var, o süzür. Yəni çox qəşəngdir. Mən çox bəyənirəm. Bu videoda sizə başıma gələn ən pis hadisədən birini danışacağım. Hansı ki, anam vaxtı ilə evi təmizləmək üçün ev təmizləyən 2 qadın tutmuşdu. Və həmin gün anam evdə yox idi. Anam evdə olmadığı üçün də bizdən xahiş etdi ki, bacımla birlikdə gedərsən bizə ev təmizləyən qızların üzərində durarsınız. Biz də razılaşdıq və getdik. Və mənə də dedi ki, anam saat 9-da gedərsiniz bizə, onun yarısı qadınlar gələcək. Dedim, yaxşı, burada heç bir problem yoxdur. Getdim. 10 oldu 11-in yarısı. 11-in yarısı oldu saat 11. Axırsa anama yığdım ki, bəs bu xanımlar niyə gəlmir? Sən demə, bu xanımlar mamamın yazdığı günü qeydə almayıblar. Və anam da artıq yazıq neynəsin dedi ki, İstəyirsiniz siz təmizləyin, istəmirsinizsə eyb yox, qalsın özüm gələndə təmizləyərəm. Biz də bacımla dedik, elə bir şey olmaz. Biz özümüz qəşəng dərindən təmizləyərik. Həm süpürdük, həm sildik, həm aynaları sildik. Bir sözlə ev təmizləyən qədər olmasa da biz də işin ucundan tutub işi gördük, bitirdik.
Burada da quruyub yığdığım askıdakı paltarları qatlayıb bir-bir yerlərini yerləşdirəcəm. Nədir deyə soruşsanız qızlar, bu dırnaq düzəltmək üçün aparatlardır. Həm dırnaq sökəndir, dırnaq qurudandır, geldi falan. Bu mənim bacımındır. Prosto mənə verdi ki, dırnaqlarımı düzəldim, təzəliyim. O da hələ inanın vaxt edib dırnaqlarımı düzəldə bilmirəm. Bunun üçün də sizin üçün ayrıca video çəkərəm. Bəlkə kimsə evdə özü dırnaqlarını düzəltmək istəyər. Burada da bir kaos var. Yəni bildiyiniz bura çox bərbad günlərdir. Bunların hamısını toparlayacağım. Bu qarderobu düzəltdirməkdə o qədər ağırlı bir iş görmüşəm, həqiqətən çox qəşəng şkafdır. Çünki içərisinə hər bir şey yığa bilirəm. Yəni qış paltolarımız, kurtkalarımız hər birisi oradadır. Mətbəxin mebelinə sığmayan qab-qaşıqları bura qoymuşam. Nə bilim, qış ayaqqabılarımız aşağı hissədə. Yəni çox qəşəng. Bu ayna silənin kənarları aynaları cızmasın deyə belə bir qalın dəsmalı üzərinə örtürəm. Həm də daha rahat silinir. Yağışdan, küləkdən bu dəmirlərin arası o qədər qurum tutmuşdu ki, dəhşət bir şeydi həqiqətən. Aynanın qabağına dəmir düzəltdirdiyimizdən bəri çox heyif ki, mən aynaları istədiyim kimi silə bilmirəm. Çünki çox dardır, məsafəsi çox azdır. Nə qolum girir, nə də başqa bir şey. Yəni, burada da aynamın kirini görürsünüz. Üzərindən sonra aynada ləkə qalmasın deyə mütləq belə köhnə stəkan məhrəvası ilə qurulayıram ki, onda ləkə qalmır. İçəri aynaları da mütləq cam silə silirəm. Zaten içəri aynalarda kir olmur. Həm sobaya toyuq qoyacağam, həm də ki pizza bişirirəm. Pizzanı da sosikalı edəcəm. Mən həmişə belə hazırlayıram və gözə yarı un əlavə edirəm. Normalda 6-7 stəkana yaxın un tökülür, amma mən həmişə gözə yarı edirəm. Bunu hazırlayım, mayalanmağa qoyum, daha sonra gedim yenə başlayım aynaları silməyə. Qonaqlarım üçün indi toyuğu hazırlayacağam. İlk öncə sarı kök vuracağım. Daha sonra biraz ketçap vuracağım. Bu acılıdır. Əslində vurmasam da olar. İndi bilmirəm sevəcəklər yoxsa yox. Və nətər alınacaq heç bilmirəm. Sonra evdə belə bir pripravım vardı. Əslində bu balıq üçün idi. Bunun reklamını etmişdim. Shorts videolarımda var idi. Vuracağım, görüm necə dadır. Çox az vuraq. Bəlkə pis oldu. Duz vuracağım. Əslində evdə də acana, çox acana bir mayonezim qalmışdı. İstədim bunu, var gücümlə nə var çıxırsa sıxım. Yadınızda saxlayın qızlar. Toyuğa mayonez vurduqda həqiqətən çox gözəl üzəri qızarır. Çox dadlı olur həm də. Heyif ki, məndə yox idi. Elə bilmişəm var, amma yoxdur. Bilsəydim alardım. Daha sonra az bir miqdarda yağ vuracağım ki, bunları qarışdırmaq daha rahat olsun. İndi listimizi qəşəng yağlayaq. Sanki çox oldu. Neysə, yağını çörək batırıb yeyərlər. Birinci toyuqları düzəcəm. İndi isə 200 dərəcəli isinmiş sobama qoyacağım və altını 180 dərəcəyə salacağım. Çünki istəyirəm tam 1 saat pişsin. 1 saat pişəndə çox ləzzətli alınır. Və götürməyə 10 dəqiqə qalanda qızlar məsləhət görərəm ki, əgər sobanızda fanlı rejim varsa, yəni havanı içərdən üfürən rejim varsa, mütləq 10 dəqiqə qalmış elə qoyun ki, dərisi üzərindəki olan bu dərilər çox gözəl çıtır-çıtır qızarmış olur. İndi aparaq qoyaq. Hazır versiyasında pişdikdən sonra göstərəcəm. Qızlar, bu da yeməyimin son halıdır. Çox gözəl alındı. Yup-yumuşaq kartof alındı. Yup-yumuşaq da əti. İndi isə qonaqlarım üçün pizza hazırlayacağım. Əvvəlcədən xəmirini acımağa qoymuşdum. Məncə çox gözəl acıyıb. Çox qəşəng. Səsə baxın. İndi havasını alaq. Listimizi azca yağlayacağım. Şimdi bunu qəşəng yayıram. Zor bəlayla mən bu xəmiri yaydım. Yenə də yığılmağa başlayır. İndi isə üzərini çəngəllə qəşəng
İndi üzərinə mən bunun içərisinə smetan, duru yağ və ketçup tökdüm. Əslində mayonez tökməli idim. Sadəcə olaraq videoda da qeyd etdim ki, mayonezim bitmişdi. Ən sondakını toyuğa vurdum zaten. İndi pomidorlarımızı kesək. Pomidorun bu orta hissəsini heç sevmirəm. Çox bərk olur. Siz pizzanı necə sevirsinizsə, necə bişirirsiniz bilmirəm, amma mənim ən çox pizzada sevdiyim şey toyuğun ağ ətindən olmasıdır. Prosta qonaqlarımın sevəcəyini düşünmədiyim üçün toyuğun ağ əti ilə bişirmədim. Mən də sosiskalı etdim. Mən ən çox pizzaları mini halda bişirməyi sevirəm. Sadəcə qonaq çox olduğu üçün belə hazırladım. Mən sobaya qoymamışdan əvvəl çox az bir şəkildə belə aralarına Holland pendiri də səpirəm. Onda elə bilirəm ki, daha yaxşı olur və bu qədərini də saxlayacağam. Bişdikdən 3 dəqiqə sonra üzərinə töküb çıxardacağam. İndi tez boşqabları düzün. Sobadakı pizzam hazır olana kimi qonaqlarım artıq gəldi. Və bu da pizzanın son halı. Məncə çox gözəl oldu. Yəni hər kəsə nuş olsun. Yadıma düşdü ki, bizdə belə bir salat da var idi. Kök, soğan, markov və biberdən ibarət. Onu da qoydum. Və artıq qonaqlarımla birlikdə əyləşib yemək yedik, dedik, güldük. Hər kəsə nuş olsun. Siz də göz haqqınızı halal edin. Və günün sonunda artıq qabları yumaqla məşğulam. Siz hələ də kanalıma abunə deyilsinizsə mütləq abunə olun. Gələcək vloqlardan sizin də xəbəriniz olsun. Öpdüm.